44 günlük şanlı Vətən müharibəsi tariximizdə qızıl hərflərlə yazılmışdır. Müharibə zamanı igidlərimiz, vətən həsrəti ilə alışıb yanan oğullarımız özlərini, ailələrini düşünmədən irəli atılmış, düşmənə sarsıdıcı zərbələr endirmişlərdir. Bu müharibədə çox igidlərimiz şəhadətə ucaldı. Vətəni üçün düşünmədən irəli atılaraq vətən torpaqlarının azadlığı uğrunda döyüşən igidlərimizdən biri də şəhid əskər Atakişiyev Rüstəm Zahidoğludur. Rüstəm 2000-ci il dekabr ayının 24-də Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. Kasıb ailədə dünyaya gələn Rüstəm əziyyətə uşaq vaxtlarından alışmışdı. Qəbələ rayonu Tüntül kənd tam orta məktəbində təhsil almağa başlayan Rüstəm həm oxuyur, həm də atasına kömək edirmiş. Hərbiçi olmaq istəyi onda uşaqlıqdan olub. Müəllimləri hamıdan böyüyəndə kim olmaq istəyirsiniz deyə soruşanda Rüstəm həmişə mən hərbiçi olacam deyirdi, deyə onu xatırlayırlar. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Rüstəm aşiq olduğu, xəyallarını qurduğu hərbi formanı geyinir. Nizam-intizamı, fiziki göstəriciləri ilə fərqlənən Rüstəmi komandirləri də çox sevir. Onun hərbiyə olan sevgisini görən hərbi hissə rəhbərliyi Rüstəmin xüsusi təyinatlı qüvvələrdə snayper manqasında baş snayperçi olaraq xidmətə davam etməsi qərarını verirlər. Müharibənin ilk günlərindən döyüşə atılan Rüstəm, döyüş əzmi ilə komandirlərinin ona güvənməkdə yanılmadıqlarını sübut edir. Cəbhənin müxtəlif istiqamətlərində vuruşan Rüstəm dəfələrlə düşmənlə üz-üzə gəlir, yaralı döyüş yoldaşlarını xilas edir. Füzulinin, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Rüstəm, oktyabr ayının 21-də Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Kəlbəcərin, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü, vətən uğrunda, şücaətə görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Atakişiyev Rüstəm Zahidoğlu Qəbələ rayonu Tüntül kənd qəbirstanlığında torpağa tapşırılır.